Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran sizləri salamlayıram. Bugün ayın 19 aprel 2025-ci il tarixdir. Həftənin 6-cı günüdür. Səfərimiz Göyçay maşın bazarınadır. Bəli, hər həftə olduğu kimi bu həftə də Göyçay maşın bazarı öz fəaliyyətini davam elətdirir. Aprel ayda olmağına, amma soyuqdur, hədsiz soyuqdur. Bu mənim səsimin titrənməyindən də hiss oluna bilər və onu da xatırladım ki, səhhətimdə yüngül problem var. Amma mən bununla belə, səhhətimdə olan problemlə belə Göyçay maşın bazarına yollanıram və bazarda olan bir neçə avtomobillərin qiyməti haqqında çəkiş edib maraqlanacağam. Baxıram belə, yəni düzdür. Baxış sayı azca azalıb. Yəni burada bir dəfə səsləndirdim girişdə ki, baxış sayı qəşəngdir, sanki göz dəydi. Baxış sayı azalıb. Amma mən keçən həftə belə bir kampaniya başlatmaq istəyirdim ki, yəni məni xarici ölkədən izləyən izləyicilərimiz var, qardaşlarımız var. Onların bütün qürbətdə olan qardaşların, bütün qürbətdə olan Azərbaycanlıların işini avan eləsin. Və mən istərdim ki, bir kampaniya başlarım. Aşağıda bir kart hesabı paylaşacağım və o kart hesabına xarici ölkədə yaşayan, qürbətdə yaşayan soydaşlarımız, həmçinin Azərbaycanda yaşayan həmvətənlərimiz də mənə dəstək ola bilərlər. Mən istəyirəm bir dənə maşını alım özümə. Yəni pulumun biraz hissəsi düzəlmir deyə dedim müraciət edeyim sizə. Nəsə, bazarda görüşərik, geniş danışarıq. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri bir daha salamlayıram. Göyçay maşın bazarının girəcəyindeyiz və bazara daxil olacağıq inşallah ki, bazarda həm bazarın girişində, həm bazarın daxilində maşınlarımız var. İnşallah ki, bazara daxil olacağım, amma ilk öncə öndən çəkiş edeyim sizlər üçün. Deməli, bazarımızın ön tərəfdən çəkişidir, görürsünüz. Həm bazarın girişində, həm də bazarın daxilində maşınlarımız var. Mən TikTok səhifəsinin biosunda qeyd eləmişəm, həmçinin YouTube səhifəsində də qeyd eləyirəm ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Əlaqə nömrələri var: 050 51 627 46 83, 055 628 11 36. Bu nömrələrə zəng vuraraq Göyçay maşın bazarı haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Bazara daxil oluruq. Yavaş-yavaş görək. Bazarda nələr var? Hansı maşınlarımız var? 015, 09, 06, 07, 06 Priora, Infiniti QX3, 012, 06'lar Hyundai Tucson, 400, BMW 015, Topaş 07 çoxdur. Və inşallah ki, çəkiş eləyəcəyik. Səslənirlə burada Azərbaycanın bütün bölgələrinə, həm şimal, həm cənub, həm Aran bölgəsinə. Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Həm sərfəli, ərazisi böyük, həm ucuz. Yəni maşınlar Göyçay maşın bazarındadır. Siz də maşınınızı gəlib burada sata bilərsiniz. Həmçinin maşını ala bilərsiniz. İnşallah ki, Allah hər bir kəsin işini avan eləsin. Bizlər də onun içində. Ya Allah, bismillah eləyirik, işimizə başlayırıq. Və bir şey yadından çıxdı, onu da qeyd edeyim. Videonun girişində qeyd eləmişdim. Bir kart hesabı paylaşacağım və bu kart hesabına kimin ürəyi istəsə, kimin gücü atsa, yəni bilirsiniz ki, mən burada şəxsi vəsait hesabıma gəlirəm. Şəxsi avtomobilim yoxdur və mən istəyərəm ki, məni sevən izləyicilər, məni izləyən izləyicilər, həm qürbətdə yaşayan Azərbaycanlılar, həm vətənimizdə yaşayan həmvətənlərimiz yəqin ki, mənə dəstək olarlar, mənə
yardım eləyərlər. Nəsə, başlayaq işimizə. Allah hər bir kəsin işini avan eləsin. Yəni ola bilər videoda öskürərəm falan. Yəni səhhətimdə də problem var bilirsiniz, amma o ilə belə mən yenə də Göyçay maşın bazarına gəlmişəm və sizlər üçün çəkiliş eləyirəm. Başlayaq işimizə. Ya Allah, bismillah, Allah hər kəsin işini avan eləsin. Hörmətli YouTube izləyicilərin 16 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında Ağrəhdə Vaz 2506 markalı avtomobilin çəkilişini edəcəm, amma maşın sahibindən məlumat alaq. Salam aleyküm qardaş. Aleyküm salam. Məlumat alaq, zəhmət olmasa. Motor 06, karovka 4 atma yoxdur, motorda yağ yemə yoxdur. İl 86, öz adımız olan maşındır. Aha. Öz qapımızın maşınıdır. Difrində səsi. Xeyr, yoxdur. Qiymət? Qiymət 3200-ə deyirik, razılaşmaq olar. Aha, 3200-ə deyirsiniz, razılaşma olacaq. Telefon nömrünüzü işte. 051 703 0104. 051 703 0104. Adın? Adəm. Adəm, maşına harda baxmaq olar? Ağdaş rayonu. Ağdaş rayonu. Ağdaş əhalisinə salam olsun. Adəm, nağd satışdır yoxsa yəni barter və ya kreditlə vermək, kreditlə nağd pula ehtiyac var. Pula ehtiyac olduğu üçün nağd satışdır. Deməli ili 1986-cı il istehsaldır. Motorun 06 motor, karovka 4. Bəli. 4. Motor yağ yemir, karovka atmır. Difrində səsi yoxdur. Start qiymət 3200 manat deyilib və Göyçayın maşın bazarındadır hal-hazırda. Təbii ki, real alıcılara qiymətdə endirim olunacaq. Baxırıq, oturacaqlar, qapı üzvlükləri, maşın sahibinin istəyinə uyğun olaraq yığılıb. Qiymət münasibdir. Yəni bu günlərim 3200 manat start qiymət deyilib. Adam razılaşırsan da qiymətdə. Qiymətdə razılaşacaq. Gəl bu yetimin dilin anası bilir. Gəl buranı aç. Ha, bağlıdır. Eləmi? Aha. Onda Adəm oranı açar, biz də baxaq bu tərəflərə. Burada da qapı üzlükləri falan oturacaqlar. Səliqəli qapı üzlükləri yığılıb dediyim kimi. Və gəlirik mühərrik yerinə. Baxırıq mühərrik yerinə. 06 motor, yağ yeməyi yox. Karovka 4, atmağı yox. Və indi yük yerini çəkim göstərir. Stəkan yerlərinə nəzər yetiririk birinci növbədə. Baxırıq. Görürsünüz və bir dənə Adəm buradan baxın belə. Çəkdim, göstərdim. Adəm qardaş da məlumatları verdi. Sizə də bunun 06 maraqlı gələrsə, telefon nömrəsi qeyd olundu. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Xatırladaq ki, nömrə üstündə qalacaq. Dəyərli, hörmətli YouTube izləyiciləri, 07 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Ağrəhdən 07 çəkib göstərəcəm. Amma ağsaqqalımızdan bir məlumat alaq. Salam aleyküm ağsaqqal. Bazar olsun. Salam, salam. Məlumat alaq zəhmət olmasa. 2009-cu ildir, yaxşı maşındır. Motor, karovka, difer problem yoxdur. Aha. Hər şey yaxşı, yəni təzə təkərlər alıb qoymuşam, akkumulyator qoymuşam. Elə noyabr 10-u almışam. Aha. Problemim var, satıram. Pula ehtiyac olduğu Pula üçün ehtiyac satır. olduğu üçün Qiyməti satıram. nədir baba? Qiyməti 5-4. 5400 manat. Bəli, bəli. Yəqin ki, razılaşacaqsan. Bəli. Telefon nömrə eşitək. 051 Aha. 845 48 58. 051 845 48 58. Adın? Kemal. Kemal babamız. Harda baxmaq olar? Kemal Ağsaqqal. Ağayev. İsmail rayonu Hacı Hə, Əmli kəndi. İsmailli rayonuna buradan atəşli salamlar. Hal-hazırda Göyçayda. Hal-hazırda Göyçaydadır və bu günlərin belə deyək, günorta saatlarına qədər Göyçayda baxa bilərsiniz və bu gündən etibarən İsmailli rayonunda, Bəli, Hacı Əmli kəndi. Hacı Tamlı kəndində, Ağayev Kemal. bəli, Kemal ağsaqqalımızdadır bu maşın. Baba, bu maşını belə deyək, pula ehtiyac var. Yəqin barter falan eləmərsən. Bəli. Barter falan eləmərsən, Yox, hansısa yox, dəyişmək falan. Yox. Bir də baba nömrəni verirsən üstündə. Hə, Yəni qeydiyyat nömrənin üstündə veriləcək. Bahalı nömrədir, onu da xatırladaq. Bir də injektordur. Bəli, İnjektordur. Deməli Kemal babamızdan məlumat aldıq. İli 2009 injektor. Ağsaqqalımızın verdiyi məlumata görə karovka, motor hamısı ideal. Difrində səsi yoxdur. Təkərləri normal. İli 2009-cu injektordur. Təcili satıldığına görə 5400 manata təklif olunub. Təbii ki, yenə maşının yanında maşına baxdıqdan sonra endirim olunacaq. Valla ilinə görə çox münasibdir həqiqətən bu maşın. Yəqin ki, bu maşın
Belə mənim çəkişimdən sonra inşallah ki babamıza çox zəng eləyəcəklər bu maşından ötəri. Baxırıq. Görürsüz, salon səliqəlidir. Burada bir dəqiqə mən bu açarı götürüm. Bu pult sistemidir. Xatırlada. Bunun baba hansı ilə bu bağacı açar? Bağış elə şeylə. Aha, açarın özü ilə. Ay maşallah. Açarın özü ilə də açar. Ay maşallah. Aha, deməli baxırıq, baxın, yük yeri belə vəziyyətdədir. Çürük, pas, gözə dəymir. Və keçək mühərrik yerinə. Mühərrik yeri çox, yəni maraqlıdır. İnjektor motordur, akkumulatoru təzədir. Göründüyü kimi. Masakut şatırda qoymuşam. Aha. Söndür yani. Aha, maşallah. Belə çəkdim, göstərdim. Ağsaqqalımız da məlumatı verdi. Burada yüngül baxın, belə bir xərclər var. Belə yəni böyük bir xərci yoxdur bu maşın. Al üstünə bir 300-400 manat pul qoy, sür özün üçün. Nömrə də üstündə veriləcək, xatırladaq. Qəşəng nömrəsi də var. 10-741. Məlumatları qeyd elədim. Kamal babamız da, ağsaqqalımız da telefon nömrəsini qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, ağsaqqalımızın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Topaş həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Topaş markalı avtomobilin çəkişini edəcəm, amma ağsaqqalımızdan bir məlumat alaq. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? 2006 ili. 2006-cı ildir. Belə xadavoy sistemində, motorunda, korobkasında Heç bir şey problem yoxdur. Heç bir şey. qiyməti nədir? 6000'e deyirəm, indi düşmə olar da 5-7-yə, 5-8-ə belə verir. 6000 manata deyirsiz, razılaşma olacaq. Hə, Telefon nömrənizi eşidək, orada var. 055 Aha. 382 74 36. 055 382 74 36 adınız Əmrah. Əmrah babamız. Harda baxmaq İsmaillə. olar? İsmaillə hasına salam olsun. Barter maraqlıdır hansısa maşından? Yox, Nağd. barter yox. Pula ehtiyacı var. Pula ehtiyacı var. Bax, içində çəkirsən. Aha, çəkəcəm. Hər bir şeyini çəkib göstərəcəm. Deməli, ili 2006-cı ildir. Maşın sahibinin verdiyi məlumata görə motor, korobka, xadavoy sistemi hamısı əla vəziyyətdədir. Heç bir problemi yoxdur. Salon da maşallah səliqəli. Görürsüz. Qapını mən yavaş örtürəm deyə. Zəif örtülür. Baxırıq. Belə vəziyyətdə. Deməli 6000 manat start qiymətlə Göyçay maşın bazarına daxil olub. Təbii ki, maşının yanında real alıcılara endirim olunacaq. Baxırıq. Aha baba ehtiyac yox. Bax görürsüz. Zapaskası da altındadır. Çürük pas yoxdur. Deməli, gəldik sürücü tərəfdən salona. Oturacaqlar, qapı üzlükləri, qara dam. Yəni baxırıq belə və baba bir dənə mühərrik yerini qaldıraq zəhmət olmasa. Aha. Mühərrik yerindəki göründüyü vəziyyətdə akkumulatoru təzə. 2 ayda almışam baxın. Belə çəkdim, göstərdim. Babamız da məlumatları qeyd elədi. Baba nömrə üstündə qalırmı? Maşının nömrəsi üstündə qalır. Ha, nömrəsi üstündə qalacaq. Sizə də bu maşın maraqlı gələrsə, ağsaqqalımızın qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu Topaş hörmətli YouTube izləyiciləri, 06 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında növbəti Vaz 2506 markalı avtomobilin çəkişini edəcəm, amma maşın sahibindən məlumat alaq. Salam əleykum qaqa, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 82-dir. Aha. Motor korobka deyil, saat kimi 5 korobka, elektron tramyor. Aha. Salon yığılıb səliqəli. Aha. Bir dənə kosmetik işi var üzdə. Çözülənçədə kosmetik işi var. Aha. Qiymət Qiymət sistemində də ehtiyacı Aha. 2700. 2700 sondur, yoxsa razılaşma Razılaşma olacaq. Diferində səsi Yox. yoxdur. Telefon nömrə eşidək. 051 Aha. 437 36 oldu. 051 437 36 04. Adın Bəhram. Bəhram. Harda baxmaq olar? Göyçay. Göyçayda. Barter maraqlıdır. Yox. Nağd satışdır, pula ehtiyac var. İli 1982-ci il istehsalı. Motor 03. Elektron tramlyor, korobka 5. Motor yağ yemir, korobka atmır. Diferində səsi yox. Təkərlərin normal.
Salon səliqəli. Start qiymət 2700 manat deyilib və Göyçayın maşın bazarında hal-hazırda satışdadır. Və bazar bitəndən sonra təbii ki bu maşına Göyçayda baxmaq mümkündür. Və 2700 manat son qiymət deyil. Real alıcılara maşının yanında endirim olunacaq. Çəkək, göstərək. Salonu baxırıq. Yəni belə bir çəkiliş eləmək istəyirəm sizlər üçün. Belə və mühərrik yerinə nəzər yetiririk. 0.3 motor, yağ yemir. Akkumulatoru yeni. Korobka 5, atmır. Hadava sistemi əla. Heç bir problemi yoxdur. Çəkdim, göstərdim, maşın sahibi də məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 06 haqqın. Hörmətli YouTube izləyiciləri, 09 həvəskarlar deyirdiniz, 09 çək, 09 çək. Sizlər üçün Göyçay maşın bazarında Rubin rəngində Vaz 2109 markalı avtomobilin çəkisini edəcəm. Amma qardaşımızdan bir məlumat var. Salam aleyküm qaqa, bazar olsun. Allah bədnəzərdən qorusun. Məlumat alaq zəhmət olmasa. Maşının da 89, Aha, Euroşit, Eurovifka, aha, yüngül kosmetik xərcləri var. aha. Belə. Amma belə özün də idarə edirsən də. Yəni kosmetik Aynen, işini gördürüb də sürə bilərlər. Belə, yəni belə də idarə etmək. İstəkdən asılı bir şey. Amma Bunun ciddi problem yox. motoru, korobkası, xadavoy sistemi hər hansı bir problemi. Korobkanı 5-ci gün yığdırıb çıxartmış. Yəni dünən yoxsan. Aha. Sıfırdan yığdırmışam. Özümdə dağılır. 5-ci gün dünənlər. Bugün 6-cı gündür. Dünən yox, mən deyəndə 5-ci gün dünənlərimdir. Aha. Olur, adamda bir yəni beyində şey eləyir, fikir olur deyə biraz günləri qarışdır, məndə də olub. Aha, bəs pedagog sistemi, xadavoy sistemi. Qranatlar da təzə dəyişilib, iç soyuq. Aha, motoru, yağ yemir falan. Problemi yox. Qiyməti nədir? Qiyməti 3600 deyirəm. 3600-ə deyirsən. Yəqin ki, maşının yanında endirim eləyərsən. Sözsüz. Sözsüz endirim. Telefon nömrə eşidək. 070 Aha. 956 0023. 070 956 0023. Qaqamın adı Eldar, Eldar. Göyçayda baxmaq olar. Göyçaydan Cəliz. Cəhərdə kəndində. Eldar, barter maraqlıdır hansısa maşında. 07 ilə üstündə pul verir. Üstündə pul verərsən. İli 06 ilə. 07 ili injektor olsun yoxsa karbürator? 6-dan yuxarı. 2006-dan injektor. Belə də 2007, 8 belə, yəni injektor. Üstündə pul verə belə və həmçinin 06 ilə. Yəni yaxşı bir üstündə pul vermək şərti ilə 06 ilə də barter eləmək olar. Deməli, maşının ili 89 olmağına baxmayaraq, mən birinci elə bildim 93, 94, 95. Amma 89-dur. İlini göstərmir. Maşınımızın motoru, korobkası, xadavoy sistemi əla. Korobkanı 5-ci günü yığdırıb qardaşımız. Yəni heç bir problemi yoxdur. Audio sistemi öz yerində. Pərdələri var. Oturacaqlar üzlənib. Arxa oturacaqlar. Baxırıq. Ön şüşələr padyomlikdir. Euroşit, Euro abifkalar. Pult sistemi. Bəli, maşınımızın pult sistemi mövcuddur. Burada 4 dənə görürsünüz. Arxada yüklər var deyə də arxaya enmədim deyə. Abifkalarda sökük falan. Şitdə sökük, cızıq falan yoxdur. Oturacaqlar normal. Deməli, bir dənə baxaq. 271.765 kilometr orijinal yürüyüş. Eldar, bir dənə mühərrik yerini oradan qaldıraq. Baxırıq, mühərrik yeri əla vəziyyətdə, akkumulatoru normal, təkərlər normal. Belə, bir dənə yüngül kosmetik işə ehtiyacı var. Bu maşını çəkdim, göstərdim. Eldar, nömrə üstündə qalır.
onunla nömrə üstündə qalır. Sizə də bu 09 maraqlı gələrsə 070 956 0023 nömrəsinə zəng vuraraq bu maşın haqqında daha geniş və ətraflı məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, Mercedes həvəskarları, özünə ideal Mercedes alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında idealın idealı bir dənə Mercedes çəkib göstərəcəm. Amma ağsaqqalımız yanımızdadır. Bir məlumatları ala. Salam aleyküm ağsaqqal. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İlin... Aha. Məlumat maşın zavodskoy maşındır. Aha. Kraska dəyməyib. Ondan sonra bir 7 il sürülməyib. Aha. 3 ildir məndədir. İndi də çıxıb gedirəm Rusiya, ona görə istəyirəm satam. Aha, satmaq fikriniz. Maşına da ki, superdir. Heç bir dənə dərdi, səri, heç nəyə yox. Motoru 2-dir. 2 sadə motor. Sadə motordur. Avtomat korobka. Avtomat korobkadır. Kondisioner işlək. Kondisioneri, peçi, hamısı, hər Lük şey. işlək. Hamısı işləyir, açıqdır lükdə. Ondan sonra Bez problemlə bir sözlə bir dənə benzinin töksür. bir dənə benzinin töksür, təkərləri də təzədir. Aha. Ondan sonra indi yaxından çəkin. Aha, çəkib göstərəcəm. Salonuna zadına da Aha, baxsınlar. qiyməti nədir? Qiyməti məmnun verəcəm 11 yarıma deyirəm. Aha, 11500 manata deyirsiniz. Yəqin ki, razılaşasınız da maşının yanında. 11-dən aşağı verir. 11000 son qiyməti. 500 manat endirimlə 11000 son qiymət. Telefon nömrənizi eşidək. 050 Aha. 783 94 92. 050 783 94 92. Babamızın adı Azad. Azad babamızdır. Göyçayda baxmaq mümkündür. Bəli. Baba, yəqin ki, barterə getmərsən də, nağd pula ehtiyacın var. Yox, nağdı pula ehtiyacım var. Aha. Bax, Yəni işlə bağlı. Buradan çıxıb gedir. Aha, ölkəni tərk edirsiniz işlə bağlı. Ona görə nağd pula ehtiyacınız var. Deməli, maşınımızın ili 2001. 2001-dir. 2 motor sadə. Maşın bez kraskadır. Bez, yəni kraska nə deməkdir? Maşına rəng dəyməyib, detal dəyişilməyib. Kondisioner, peç, lük, hər bir gördüyünüz bütün funksiyalar hamısı işlək vəziyyətdədir. Salon, parça salondur. Ağ salondur gördüyünüz kimi. Bəli, təmiz nemkadır. Baxırıq. Görürsünüz, oturacaqlarda cızıqdan, sökükdən bir dənə söz gedə bilməz. Baxırıq. Zapaskası. Aha. Üstündə gələn zapaskası. Zapaskası hətta üstündə gələn Təptəzədir. zapaskadır İki dəfə istifadə. yerə dəyir. Aha. Kraskası getmir. Aha. Baxırıq. Belə. 90 nömrə üstündə qalır. Qalır nömrəsi qəşəng üstündə. Gəldi sürücü tərəfdən salona. 4 şüşənin avtomatik qalxıb enməsi, bağacın pultdan içərdən qalxması, yan güzgülərin idarə olunması, 402.538 kilometr yürüyüş, avtomat sürətlər qutusu, yəni böyük bir monitor, şiddət, çartdaq, partdaq, heç bir şey yoxdur. Gördüyünüz kimi multirol. Yəni bez problem bir maşındır. Və buradan mühərrik yerində bir dənə Azad babamız qaldırsın. Biz də çəkək, göstərək mühərrik yerini. Və 2 sadə motor bizi burada qarşılayır. Motorda da problem yoxdur. Belə çəkdim, göstərdim. Azad babamız da məlumatları qeyd elədi. Sizə də bu Mercedes maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu maşın hörmətli YouTube izləyiciləri, Mercedes həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Mercedes Vito markalı avtomobilin çəkişini edəcəm. Maşın sahibindən məlumat alacağıq. Daha sonra çəkişimizə davam edəcəyik. Salam aleyküm ağsaqqal. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 1997-dir. Aha. Sənədlə 6+1 12-dir. Aha. Elə bir problemi yoxdur. Neçə motor? 2-3 sadə motor, 601 motor, 601 dizel. dizel. 2-3 sadə dizel, Olan- 601 motor. Olan problemləri qabaq patpres çat var, dəyişilsə yaxşı olar. Aha. Amortizatorları zapravka olunsa yaxşı olar. Aha.
Başqa elə bir problemi yoxdur. Ciddi bir problemi Hə, yox. Ciddi bir problem yoxdur. Qiymət- Kosmetikada göründüyü kimidir. Aha, yəni bu vəziyyətdə də idarə eləmək olar. Hə, hə. İstəyəndə kosmetikasını da elətdirib idarə eləyə bilər. Qiymət nədir? Qiymət 8500-ə deyirəm. Aha. Real alıcı olsa razılaşarıq. 8500 manat start qiymətli real alıcı ilə razılaşma olacaq. Ha, belə avtomat korobka Mercedes dizel, nə mi Yeşka, Çeşka olsa bater. Barteriniz olacaq. Telefon nömrünüzü alaq. Telefon nömrə 050 396 07 22. 050 396 07 22 adınız. Adım Vüqar. Vüqar İstəyən babanız. olsa Harda baxmaq olar? hal-hazırda Göyçay bazarındayam. Aha. İsmailli rayonunun Kütmaşı kəndində. İsmailli rayonu ərazisində baxmaq mümkündür. Mümkündür, İsmailli rayonu mümkündür. ərazisində baxmaq mümkün. Dediniz barter 2 motor dizel, 2-3. 2-3 dizel, Yeşka ilə, Çeşka ilə barter. Bater ümumiyyətlə dizel Mercedes, ancaq Mercedes. Mercedes-lə barter Barter. maraqlıdır. Yəni Hə. belə deyək də balaca maşınlar. Balaca belə deyək maşın, də, hə, barter barter maraqlıdır. Öz dəyəri qiymətli və üstündə pul vermək olar. Olar, üstündə Olar. pul. Baxır maşına. Baxırım maşına. Maşına. Deməli ili 97. Sənəddə 6+1 yazılıb. Sərnişindir. Mercedes Vita. 2-3 sadə motor, 601 dizel. Maşının kosmetik işə ehtiyacı var, amma belə yəni idarə eləməkdən mümkündür. Amma belə problemlərini də deyək. Məsələn, pap presində çatı var. Bir də dediniz amortizatorlara zapravka lazımdır. Yəni hardasa bir 300-400 manat, 500 manatlıq belə yüngül xərci var. Baxırıq, deməli, görürsüz, bax birinci buranı çəkim. Sərnişin yeridir. Görürsüz, ailə maşınıdır belə deyək. Yəni ailə üçün həmçinin, yəni belə deyək, rayonlar arası sərnişin daşımağa da əlverişlidir. Gələk. Arxa tərəfi çəkmədim. Sürücü tərəfə. Deməli. Baxırıq. Bir qalxaq bura. Ay maşallah. Görürsüz, yəni mexanikadır, eləmi axsaqqal? Mexanikadır. Belə bir ciddi bir problemi yoxdur. Və indi axsaqqalımıza deyəcəyik, bu hər şeyin bir dənə axsaqqal oradan qaldıraq. Bir dənə qaldıraq oradan zəhmət olmasa. Deməli 8500 manat start qiymətlə Göyçayın bazarındadır hal-hazırda və gün ərzində belə deyək, günün yarısına qədər bir söz yadınıza deyim ki, nəzərinizə salım, çatdırım ki 2-3 601 sadə motor dizel. Hal-hazırda günün yarısına qədər Göyçayda və bu gündən sonra günün yarısından etibarən istənilən vaxt İsmailli rayonunda, həm rayonun özündə, həm Kürtmaşı kəndində buradan fürsətdən istifadə edib həm İsmailli rayonunun əhalisini, həmçinin Kürtmaşı kəndinin əhalisini salamlayıram. Maşına həm İsmailli rayonunda, həm Kürtmaşı kəndində baxa bilərsiniz. Nömrə üstündə qalır baba. Nömrə üstündə qalacaq. Sizə də maraqlı gələrsə, maşın sahibi telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu Vita haqqında.